Yaradan bizi yaradanda beyin adlı ana plata koyur başımıza. Ve loru dilde danışacağım. 3 seviyesinde Materinski platası olanlar daha tez bir yere toplaşabilir. Hansısa komanda yaradır, şirket yaradır filan edir. Ve çok zaman ömrlərinin axırına kimi bir yerdə olurlar. Dörtlüklər də o cümlədən 4 səviyyəsində Materinski platası prosesoru olanlar bir yerə yığışır. Onun içində 3.5, 4'lər arasında ola bilsin ki, nisbətən fərq olar. İntellektin güclüdürsə, o səni heç kimlə birləşməyə imkan verməyəcək. Heç kimlə. Sən ya tək özün qabağa gedib özünü sübut eləyəcəksən, ya da məhv olacaqsan. Yenidən birləşmə şansın da yoxdur. Gedib o üçlüklərlə, dörtlüklərlə birləşməyəcəksən. Məsələn, mən özümə günahlaya bilməmişəmsə, demək mən o beşliklər siyasında deyiləm. Çünki mənim beşliklər siyasında olan tanıdığım adamlar var. Onlar heç kimlə birləşməyiblər və özlərinə günahlaya biliblər. İndi adi insana, vətəndaşa lazım olan hər şeyləri var. Mən özüm əsasında bu haqqı mizan tərəzisinin özüm haqqında qurmuşam hətta. Nəinki başqaları, yəni özümü də analiz edib. Mənim belə danışmağımdan deyil ki, nə olsun hipotezaların çoxsun bilirəm, paradoksların çoxsu haqqında oxumuşam. Reallıq faktı nədir? Mən heç kimlə birləşməmişəm və özümə də özüm istədiyim günü ağlaya bilməmişəm. Deməli, mənim Materinski platam, prosesorum beşlik deyil.